Bir gün oyandınız və fermanızdakı balıqların tələf olmağa başladığını gördünüz. Qalan balıqları qorumaq üçün nə etmək lazımdır? Gəlin problemin qaynağına baxaq. Çox zaman hovuzlarda, aerasiyada və ya filtrdə olan problem bu cür ağır nəticələrə gətirib çıxarır. İlk öncə oksigen və nitrit səviyyəsini yoxlayaq. Artıq olan nitriti zərərsizləşdirmək üçün biofiltrdən istifadə edə və ya sistemdə olan suyu dəyişdirə bilərsiniz. Oksigen səviyyəsini qaldırmaq üçün sistemə təmiz oksigen verilir və ya su ilə hava qarışdırılır. Hovuzda olan problemlər isə hovuzun xarici təsirlərdən yetərincə qorunmamasıdır. Digər heyvanlardan, havadan və ya mühitdən balıqlara keçən xəstəliklər yetərli qorunmanın təmin olunmadığını göstərir. Bunun üçün ən əla çarə isə hovuzu istixananın daxilində yerləşdirməkdir. Tikilməsi üçün icazə tələb olunmur, böyüklüyü istəkdən asılıdır və uzun ömürlüdür. Videoda adı keçən bütün avadanlıq və sistemləri şirkətimiz sizin üçün təmin edir. Ən keyfiyyətli və sərfəli məhsullar üçün bizimlə əlaqə saxlayın.